Salam mənim əzizlərim, belə bir açılım edirik. Sizi kim sevir? Ancaq özünüzü düşünün. Kimsəni ağlınızda tutmayın. Hansı zaman açıram, sizi kim sevir? Sizin bu enerjinizə cəlb olunan insanın sizi güclü təsiri var. Cazibədar tərəflərinizi gördüyünü göstərir. Bu şəxs sizin ətrafınızda olan biridir. Bu insan sizinlə eyni sosial dairədədir. Ola bilər ki, dost çevrəsində və yaxud da hansısa bir iş ortamında, hər hansı bir fəaliyyət çevrəsindədir. Münasibət potensialı var. Bu insanın həm də sizə sevgi marağı da var. Sizə qarşı duyğu və hissləri o qədər güclüdür ki, sanki sizinlə bağlı bir hisslərinin, duyğularının səyahətindədir. Amma biraz qarışıqlıq var. Dürüst olmayan davranışları var və yaxud da sizdən ola bilər ki, nələrsə gizlədir və yaxud da gizlədəcək. Öz hisslərini tam açmaması və yaxud da tam şəffaf sizə qarşı olmamasından xəbər verir. Münasibət qurmaq istəyi var. Diqqətli biridir. Bu şəxsdən başqa sizin ətrafınızda sizə yaxınlaşmaq istəyən başqa şəxslər də var. Bu qədər mənim istəyirəm.